Hər kəsə yeni bir vlogdan salam qızlar. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Kanalıma və vloguma xoş gəlmisiniz. Kanala abunə olaraq mənə dəstək olmağı unutmayın. Baxıram ki, son zamanlar abunə sayım heç artmır. Halbuki mən özümə hədəf qoymuşdum ki, mart ayına qədər 5000 olaq, amma mart ayının ortalarıdır. Mənim isə 2250 abunəm var. Kanala abunə olmağınız mənim üçün böyük bir motivasiyadır. Daha çox həvəslənirəm, daha çox vloqlar çəkmək istəyirəm, amma görürəm ki, abunə sayım çox az artır. Baxış sayım çoxdur, amma ki, bəyənilər azdır. Bu isə məni motivasiyadan salır. Əgər ki, vloqlarımın davamını istəyirsinizsə kanala abunə olun. Bu mənim üçün çox böyük bir motivasiyadır. Analitikaya baxıram ki, %70% mənə abunə olmadan baxanlardır. Əgər ki, vloqlarıma davamlı olaraq baxırsınız, amma hələ də abunə deyilsinizsə, abunə olun qızlar. Mən artıq başlayıram iftar yeməyi hazırlamağa. Burada isə göbələk supu hazırlayıram. Belə soğan, duru yağ və sivrisin yağ. Burada isə belə göbələyimiz var. İndi isə bunları mərhələ-mərhələ göstərəcəm sizə. Yəni ki, eləmiş olarsınız. Yəni çox dadlı sup alınır həqiqətən. Bunu istəsəniz blenderdən də keçirdə bilərsiniz, keçirtməyə də bilərsiniz. Amma mən blenderdən keçirirəm ki, daha pürüzsüz halda olsun. Nəysə, getdik bunu bişirməyə. Çöldə hətta toyuq ətim vardı. Onu qoymuşam pişsin. Çünki yoldaşıma dedim ki, iftar üçün nə hazırlayayım. Bu günlər ondan soruşmuşam menyunu. O da dedi ki, bəs sup düzü bəlli idi. Bilirdim ki, sup eləyəcəm. Sadəcə o dedi ki, kartofla toyuq qızart. Ona görə toyuğu qoymuşam. Kənd toyuq olduğu üçün belə qaynadıram. Əvvəlcədən ki, bişsin. Nəysə, toyuğum burada qaynasın. Sonrası kartoflarımı falan soymalıyam. İndi isə supumu hazırlayım. Deməli qızlar, burada isə göbələyin yoxdur tökmüşəm, bişib, biraz da suyu çıxıb. Deməli suyu da artıq quruyur. İndi isə ununu əlavə edəcəm. Ununu isə bir dəqiqə dumanlanır deyə kamera. Aləm qaçdı bir-birinə. Nəysə. Ununu isə 2 xörək qaşığı götürmüşəm. Göbələyi isə 1 paçka şampinyon göbələyindən. Belə bu qədər. Bir də buna sarımsaq da əlavə etsiniz, daha yaxşı olardı. Amma ki, məndə sarımsaq olmadığı üçün əlavə edə bilmədim, təəssüf ki. Nəysə, onu əlavə edeyim. Sonra orada qaymağım var. İran qaymağı yenə çəhrayı rəng olan. Onu əlavə edəcəm. 1 paçka 200 qramlıq. Bir də ki, yarım litrdən biraz çox da su əlavə edəcəm. Buna göy soğan da doğradım. Əslində buna göy soğan, şüyüd, bir də petruşka lazım idi. Hərəsindən çox azca. Yenə də təbii ki, onlar olmadığı üçün təkcə göy soğan doğramışam. Nəysə, bunları blenderdən keçirdəcəyim üçün, yəni bu dirilər heç biri qalmayacaq içində. Bu da belə bişsin. Ətim hələ ki bişməyib. Əslində haçanda qoymuşam. Kənd toyuğu olduğu üçün bişməyib hələ, yəni bəlkdir. Görək hələ çatacaqmı iftara yoxsa yox. Qızlar, burada isə həmin dediyim kənd toyuğunun yağına baxın siz. Yəni burada su varsa da çox azdır, dibində var həqiqətən. İndi bunu da əlavə edəcəm kartof qızarmasının üstünə. Çünki bu təbii yağdır. Buna baxın, siz Allah. Yağdır da, yəni bu bildiyiniz. İndi su gəlmə başlayın. Nəysə, indi isə onu başlayın qaşıqla götürməyə. Ama üstü əməlli yağdı, baxın. Dəhşət. Bu yağının bir hissəsini atmışam, yəni. Göbələk suyum burada hazır. Burada isə belə karçuka qızarmış toyuqla. Bir də ki, kamera dumanlandı. Bir də ki, burada özümə belə makaron hazırlamaqdır. Makaronu çox xoşlayıram, qovrulmuş makarondur. Azca da olsa belə cümə hazırladım. Belə. Burada da belə tema bağlamam var. Amma ki, bunu indi açmıram. Bunu hətta burada desə kabrom görsənir. Kabro vurmuşdum çünki. Bir də ki, hansı ki, burada görmüşdüm xırdalanı 44 manatlıq pencəyi 11 manata vurmuşam. Amma təəssüf ki, indi aça bilmirəm. Vaxtım yoxdur. Yeməkdən sonra inşallah açacaq. Bir yerdə baxacaq. Deməli qızlar, bu güzgünü də qoşduq. Baxın. Belə, hələ ki, buralar belə. Yəni, olmazsa olmaz batıb, yəni tozdur. İndi buraları tozlaranayım, sonrası onu silim. Bir də ki, bunun işığı falan da yanır. Onu daha tam aydın sizə göstərərəm təmizləyəndən sonra. İndi isə gəlin qızlar, tema bağlamasını açaq. Bu da mənə maraqlı olmaq görə pencək necə gəlib hələ. Burada gördüyüm kimi demək yoxsa yox. Amma bir də əhtabı vurmuşam. İndi yadıma düşdü, gördüm yadıma düşdü. Belə bir sadə ayaqqabıdır. Üstünün də belə ipi var. Baxın, belə. İndi düz əzləb deyə salafanda, ona görə belə görsənir. Amma məncə ayaqda yaxşı görsənəcək. Belə. Sonra. Burada nə var? Eynəkdir bu. Məncə amma çox qəşəng eynəkdir axı. Həqiqətən də. Yəni, düz qiyməti çox münasib idi. Yadımda deyil, qiymətə baxıb deyərəm. Bir də bunların artikullarını qoyaram sizlər üçün. Amma ki, yəni qiymətindən çox-çox yaxşıdır həqiqətən. Baxın, belə açım göstərim. Yəni çox belə keyfiyyətli iynəyə oxşur da həqiqətən. Sonra burada var bir ədəd kabron. Sizin özümə çox kabro sifariş eləməliyəm. Baxın belə
Narıncı rəngdə. Bunun amma digər rənglərində istəyirəm göyünü, bir də ki, qara rəngini. Mən də telefonda taxıb göstərərəm sizə. Sonra burada isə var belə. Bu bilirsiniz nədir qızlar? Bu da yəni telefon üçündür, amma baxın. Telefonun bu hissəsi ki var, yəni ora açıq qalır, zədələnə bilər. Ona görə belə bir şey almışam ki, onu içdən yapışdırım. Yəni ora zədələnməsin də, açıqda qalan bir yer olmasın. Ona görə bunu belə sifariş eləmişəm. Sonra başqa nəsə var idi? Yox, kesinliklə pencəyimiz var. Yəni indi var. Bitti. Yəni bağlama bitməyini heç istəmirəm də. Bir dənə belə üzüyümüz var. Bunu da çox xoşum gəlmişdi deyə göstərilsin. Bunu genişlətmək də olur. Belə genişlətsəniz. Belə tad çox xüşürdü deyə çox xoşum gəlmişdi. Bundan ona görə bunu da belə sifariş elədim. İndi isə gələk əsas məsələ. Yəni mənə maraqlıdır ki, görəsən bu buradakı kimidir. Yəni çox uyğun qiymətə almışam deyə ona görə. Baxaq. Hə qızlar, mən deyərdim ki, elə buradakı kimidir. Dəqiqə. Qolu sadəcə olaraq elə bilirəm genişdir. Buradakının qolu deyirsən bu qədər geniş deyil idi. Qolunda genişlik var. Amma ki, baxın, belə materialı falan nazikdir, yaz aylarına yaxşıdır. Ətəyi də yeni həmçinin. Baxın, belə bir şey. Bunu yeni bəlində baxacam, düzü sizə göstərə bilməyəcəm. Amma ki, mən bunu sifariş etmişəm. Qara zaten ətəyim var ondan geyinmək üçün. Bir də ki, ağ ətəyim də var əslində, ondan da geyinə bilərəm. Və belə sadə ayaqqabılarım, bu ayaqqabını da onun üçün vurmuşam. Sifarişlərimiz də bu qədər. İndi bunu ütüləyim, asım 5 il qatını daha dəqiq göstərərəm sizə. Bunlar kameramda taxdım, baxın, hələ məncə çox yaxşı oldu. Demək, bunun bu hissəsində plyonkası var imiş. Nəysə, onu da soydum. Pencəyimi də bu arada belə qolunu göstərim. Qol hissəsi çox enlidir, biraz onu məni narahat eləyir. Ancaq bunu Emir razımək sifariş edərdim, amma nəysə, dayaqda ki, bunu qaytarsam bir də o qiyməti ala bilməyəcəm. Belə. Bunu istəyirəm ki, belinə, kəmərinə, bir də saten ətəklə belə geyinim. Məncə qəşəng olacaq. Qara hicabla da geyinə bilərəm, ağ hicabla da taxa bilərəm. Nəysə belə. Yəni tam istədiyim kimi də əslində qolları belə əlimin üstünü falan örtür. Bu isə köhnə kabromdur. Yəni bu şəkil yapışdırdım, nə ağıldan bilmirəm. Təzə yapışdıranda yaxşıydı, sonra da üstün plonkası qopdu, belə bu günə düşdü. Nəysə bu da artıq ömrünü təslim verdi həqiqətən. Qızlar baxın belə. Yəni işıq da yanında çox super görsənir də həqiqətən. Yəni mən bura bu qədər yaraşacağını həqiqətən də təxmin belə eləməzdim. Yəni hətta bunu seçəndə fikirləşirdim ki, o qədər də bura yəqin hiss etməz də, yəni. Amma ki, yəni çox yaraşdı həqiqətən. Nə yaxşı elə bu figuru seçmişik. İndi istəyirəm ki, qızlar, baxın bura bir dənə belə yaşıl belə gül qoyaq. Uzun bir ağac, gül dediyim daha doğrusu ağac tipli bitki qoyaq uzun. Burada dekor falan tamamlanandan sonra, burada təmiz səliqə düşəndən sonra, yəni burada duranda hətta yerə belə işığı vurur, çox gözəldir. Arxa hissədə yaşıllıq bir tərəfində dekor görsəndə, yəni super olacaq. Belə qarşısına şəkil falan çəkdəndə çox gözəldir. Yəni mən buna bayıldım. Uzaqdan da göstərim sizə. Hər kəsə yeni bir gündən salam qızlar. Bu günlər havada günəşlidir. Belə olanda həqiqətən də əhval-ruhiyyəm açılır. İndi isə istəyirəm yataq dəstini dəyişim, onu çıxardım, bunu taxım. Əslində işlətmədiyim bir yataq dəstim də var. O hələ ki təzədir. İstəyirəm ki, onu da bu yaşılı çıxarandan sonra artıq taxım. Biraz yaz aylarına yaxın olsun, çünki o güllü çiçəklidir. Baxın qızlar, bunu deyirəm, belə güllü çiçəklidir. Bunu da Karacadan almışdım. Belə bir şeydir, dəsti, üstünün örtüyü də var və iç hissəsi də belə çiçəklidir. Bunu isə qızlar mən alanda 82 manat almışdım. Sonradan gördüm ki, qiyməti düşdü, oldu 72 manat və 82 manata vurduğumu tez qaytardım. Yenidən 72 manata sifariş elədim. Bir də ki qızlar, burada belə bir şey də var. Bu isə stikerdir, uşaqların otağı üçün almışam. Divara yapışdırmaq, indi açıb göstərəcəm. Baxın qızlar, belə bir şeydir. 2 dənə şir balasıdır. Bunu da hələ ki yapışdırmıram, çünki hələ otaqların kravatı falan yoxdur.
Bu arada qızlar, kravatını da artıq sifariş vermişik. İnşallah ki martın 25-nə qədər deyiblər ki, gətirəcəyik. Mən sizə əvvəl demişdim ki, bəs bir səhifədən soruşmuşam, çox baha demişlər. Elə həmin səhifədən yenə yazdım, soruşdum. Dedim ki, biraz endirim eləyərsiniz. Sağ olsunlar, onlar da endirim elədilər 2 dənə alacağımız üçün. Nəsə, yoldaşım da bu günlərə gedib onlarla danışacaqdı. Həm də əl işlərinə də baxsın ki, görək hələ necə bir şeydir. Bir də ki, Temudan istəyirəm, yenə belə şirli falan çərçivələr var. Bir də ki, balış üzləri var. İndi onların şəkillərini bura əlavə edəcəm, baxarsınız. İstəyirəm ki, onlara sifariş eləyim. Yəni kravatları falan gələndən sonra otaqlarını tam hazırlayım. Belə qızlar, buraları da yığışdırdım. İndi yerlər falan belə tük olub. Balışın üzünü dəyişdiyim üçün indi buraları falan toz taranlayacağım. Bir də ki, ütü masasını da açmışam. İstəyirəm ki, həm burada yoldaşımın köynəklərini ütülüyüm, həm də ki, axşam sizə göstərdiyim o Temudan gələn pencəyimi ütülüyüm. Qızlar, oğlumu gətirdim, qoydum hazırlığa. Sizə nə göstərmək istəyirəm? Baxın, bir dəqiqə yolladım. Aha, bax biz oradan gəlirdik. Əslində oradan gəlməməliydik. Hardasa belə də bu tərəflərdən falan gəlməliydik. Marşrutdan biraz tez düşdüyümüz üçün həmin o yolla gəldik. Nəsə, gəldim, gördüm orada da yol qutardı. Baxdım ki, hardan gedim. Dala da qayıtmaq istəmədim o boyda yola. Dedim ki, evi yoxdur da bu torpaqla falan. Baxın, bu buralarla falan belə gələk çıxaq da. Nəsə, biz bura gələndə də burada, baxın, hanı o evin yanında, orada itlər uzanmışdı. 2-3 dənə it var idi. Gördüm, sakit uzanıblar. Yəni heç bir problem yoxdur. Biz də bu torpaqla gəlirdik. İtlər bizə baxdılar, başladılar hürməyə, üstümüzə qatmağa. Mən də qorxmadım, yaxşı qatmadım. Çünki qatsaydım çox üstümüzə qatacaqdılar. Elə əlimə atdım, yerdən turba vardı, nə var idi. Onu götürdüm. Bunların üstünə atmaq kimi elədim. Ondan sonra qayıtdılar dala. Yəni biz də sonra güclə, zülmlə, bax o yoldan gəlib çıxmışıq buradan. Əslində amma buradan çıxıb bu tərəfə getmək belə fikrimiz var idi da. Yəni belə gedək. Da itlər o elədiyinə görə elə oradan gəldik, buradan belə palçığa bata-bata gəldik, çıxdıq buradan. Əsl dedim, bu maraqlı məlumatı da sizinlə bölüşüm. Çox maraqlı idi həqiqətən. Nəysə, indi isə gedirəm evə. Pencəyimi də ütülədim bu arada. Yəni güc bəla ilə ütülədim. Belə çox sürüşürdü ütü masasının üstündə. Ona görə çəkdim. Gedim indi onları asım yerindən. Bir də ki, onu yupka ilə falan geyinim, görüm hələ necə qalır. Tam ağlımdakı kimidirmi, yoxsa yox. Bu arada qızlar, pencəyimi də belə ütülədim, astım. Baxın, belə. Yəni bunu biraz çox çətinliklə ütüləmişim, çünki sürüşürdü. Burada isə sizə oğlumun hədiyyəsini göstərirəm. Bunu vaxtıda hazırlayıb mənim üçün. Hətta qapıda gələndə dedi ki, ana, bayramın mübarəkdir, səni çox sevirəm. Yəni çox şirin, çox minnoş belə bir şey düzəldib. Bugünkü axşam yeməyində isə belə bulgur bişirdim toyuq əti ilə. Bir də ki, göbələ supum qalır dünəndən. Bugünkü iftar yeməyimiz də belə. Baxın, hələ qızlar, ay dekorum da gəldi. Necə vaxtsa deyirdim, ay dekoru. Nəhayət ki, yoldaşım gətirdi, çıxartdı. Artıq Ramazanın orta günləridir. Yəni, bir dənə indi onu qalır ulduzunu asmaq. Onu da inşallah asandan sonra çox gözəl görsənəcək. Amma ki, yararsız qalmışam. Bilmirəm, onu sapla mı asım, jilka ilə mi asım, yoxsa mənim bir sepim var, onunla mı asım. Bu arada qızlar, çox gözəldir, çox bəyəndim həqiqətən. Materialı isə PVC materialdır, moydadaran materialından. Yəni bunu da qaynım hazırlayıb, sağ olsun. Tam şəkildə necə atmışdımsa, elə də hazırlayıb. Yəni həqiqətən buna vuruldum. Bunun böyüyünü də eləyə bilərdi. Yəni istədim ki, bu boyda olsun, çox da böyük olmasın. Çünki böyük olanda xərci də böyük olurdu. Nəysə, artıq bu dekorumuz da gəldi, tamamlandı. Hər kəsə yeni bir gündən salam qızlar. Bugün artıq Ramazan 14-cü günüdür. Həqiqətən vaxt hardan gəldi, hara getdi insan bilmir. Bir də baxacaq ki, artıq Ramazanın son günüdür. Vaxt o qədər tez keçir ki. Bu arada qızlar, bu videonu əslində danışa çəkmişdim. Sadəcə olaraq bu yeni kabur mənim başıma oyun açdı. Səsim gah azalır, gah çoxalır. Ona görə üstdən səsləndirmə eləyirəm. Saat artıq 3-ə qalır. Mən isə istəyirəm gedim yuxarı hamamlara yuyum. Bir də ki, aşağıdakı hamama yüngülvarı əl gəzdirim. Yəni bu işlərimi iftar vaxtına qədər eləyim. Bu arada iftara isə düyü şorbası hazırlayacağam. Bir də ki, sobaya ləvəngi qoymaq istəyirəm. Baxın qızlar, dediyim ulduz budur. İndi bunun şurupları atılmalıdır. Bir də düşünürəm ki, bunu sapla assam yaxşı olmayacaq. Jilka ilə assam şəffaf görsənəcək. Mənim bir şahmeranım var, aksesuarım qızıl rəngdədir. Nazik sep kimidir. İstəyirəm ki, ondan assam. Həm də ki, buna çox uyğun olacaq, çox yarışacaq. İşlərimi falan bitirim, sonra isə bunu asaram yerindən. Əlcəklərimi də götürdüm, gəldim. Bir də ki, qızlar, sizə nə demək istəyirəm? Mən buranın kravatını seçəndə biraz uyğun olsun deyə başqa bir model seçmişdim. Hansı ki, keçən vlogda əlavə elədiyimi yox, ondan başqa birini
Düz onun da üstü bucaq formadaydı. Amma mən birinci istəyənin qiyməti uyğun idi deyə ona görə onu seçdim. Sonradan yoldaşım danışdı. Elə mən istəyənin qiymətini uyğuna saldı. Tam ürəyimiz oldu yəni. Bu arada indi onların üstə tül falan almalıyam. Kravatlar gəlsin, onları da həll eləyərəm. Mart ayı balacaların kravatlarını aldıq. Gələn ay isə böyüklərin kravatlarını alarıq inşallah. Hamam bir hazır oldu. Belə hər tərəf tərtəmiz. Təmizləmə prosesini çəkmədim, çox sıxıcı olmasın. İndi isə keçirəm vanna otağını təmizləməyə. Qızlar, bu təmizlik sabununu da artıq qurtarır. Çox az qalıb həqiqətən. Yəni fikirləşirəm ki, düzdür, sifariş edəcəm yenisini də. Sadəcə olaraq onlar gələnə qədər əlim dolanmasa yaxşıdır. Çünki çox yaxşıdır həqiqətən. Həm qoxusu yaxşıdır, həm köpükləməyi yaxşıdır. Yəni 2 dənə bu salfetka, yəni bir unitaza çatır, nə bilim çox yerə çatır da hətta. Nəysə, indi isə gəldim bura. Buranın da halını göstərim sizə. Uşaqlar da orada diş pastasını açıb ağzına qoyublar axı bura. Nəysə, buraları da yuyum, təmizləyim, gəlirəm. Baxın qızlar, burada belə oldu tərtəmiz. Hamamın bu işığını da çox sevirəm. Bir də sizə nə göstərəcəm qızlar, baxın. Bu ətirləndiricim vardı, hansı ki videoların birində paylaşmışdım. Yəni bu həmin videodan sonra məhv oldu. O da ki niyə? Zarika qoymuşdum burada hamamda. Ki zarika yıxsın da, o tüstü falan vermək işığın yanmağına görə. Nəysə, uşaqlardan hansısa bunu qırıblar. Mən şübhələnirəm ki, 2-ci oğlumdan 3-cü oğlum eləyib. Amma ki, heç biri boynunu almadım. Hamısı dedi ki, mən eləməmişəm. Mən də bilmədim ki, bunu kim qırıb. Sonradan öz-özümə də şübhə yarandı ki, bəlkə bu öz-özünə qırılıb. Yəni, o qədər dedilər ki, mən eləməmişəm. Nəysə. İndi istəyirəm Timudan alım. Sadəcə olaraq qızlar, niyə görə almıram? Mən Timuda gördüklərimin burası, bu hissəsi ağdır. Yəni, ağ kauçukdur da, içi görsənmir. Yapışdırsam da ki, bilmirəm necə yapışacaq. Çünki bunun ağzı burulub açılan bir şeydir. Görək, yapışdıra bilsəm yaxşı olar. Nəysə. Belə, buralar da oldu tərtəmiz. İndi isə gedirəm aşağı hamama. Belə qızlar, buraları da belə sildim. Uşaqların əl ləkəsi var idi, yeri falan da, göz-güyünü də sildim. Yenə ləkələmişdilər. Yəni mənə təzə iş çıxdı. Nəysə, bir də ki, burada hamamda yüngül varı əl gəzdirdim. O moydadır olan hissəni sildim. Bura çox da batmamışdı. Nəysə, belə işlərim demək olar ki, yekunlaşdı. İndi qalıb bir dənə iftar hazırlığı. Üstünə baxın, oraya əsas tablo lazımdır. Tablo yox, əslində saat lazımdır. Tablonu isə mən əvvəl bura fikirləşmişdim ki, masanın başçasında tablo, orada isə saat olsun. Əslində bəyəndiyim saat var Trendyolda. Görüm indi onu gələcək günlərdə sifariş edərəm. Buna baxın hələ qızlar, yoldaşım sağ olsun. Keçən dəfə fırlatmaq istirdi. Yəni əlinə necə vurdusa, İngilvari fırlatmaq əvəzinə belə əlini möhkəm vurdu. O da belə sapdan qırıldı, düşdü. İndi görüm hələ bunda vaxt edim, yapışdırım. Qızlar, düş şorbası hazırlayıram. Deməli burada qatıqdır, undur. Yəni gözə yarı tökmüşəm. Bir banka qatıqdır. Unu isə hardasa 3 xörək qaşığı falan olar yəqin ki, ya da 2 olar, belə saymadım əslində. Bir də ki, burada belə limon suyumuz var. İndi onu tumunu götürəcəm oradan. Belə bunu sıxırıq, qarışdırırıq. Sonra isə düyü qoymuşam qaynamağa, yumru düyü. İndi onu göstərəcəm sizə. Onun suyu ilə bunu əlavə edirik, biraz açırıq. Sonra isə qatığı əlavə edirik suyun içinə. Biraz bişəndən sonra isə ətlərimizi qızardırıq yağda. Üstünə nanə, duz, istiot tökürük. Sonra isə bişən əti də tökürük supun içinə. Yəni YouTube-da var resepti. YouTube-da yox, daha doğrusu mən Instagramda görmüşəm, yəqin ki, YouTube-da da olar. Yəni baxıb eləyə bilərsiniz. Mən eləmişəm bundan bir dəfə. Xoşum gəlmişdi deyə, ona görə dedim yenə də eləyim. Baxın qızlar, burada yumru düyü də qaynayır. Burada isə noxuddur. Ay, kamera yenə də dumanlandı. Bir də ki, düyünü çox qaynatmışam, ora qoydum. İndi görüm onu nə eləyirəm. Nəysə, bunlar belə. İndi bunun suyunu tökürəm, qatığın suyunu biraz qarışdırıb, sonra əlavə edirəm, bunun içinə qaynayır. Mənə qızlar, başda balaca qazandan başlamışdım. Sonra nə elədim? Güya ki, qazanı böyütməyə çalışdım. Götürdüm, bax, buna tökdüm. Bunu da bişirirdim. Nəysə, buna tökdüm. Gördüm ki, yox, burada da yenə bura qədər gəldi. Hələ ət falan da tökməliyəm. Ki, buna tökdüm. Yenə belə boş yerimiz qaldı. Son olaraq ətimiz qalır. Hələ ki, belə görsənir. İndi əti də nanəli falan qovurub əlavə edəcəm bunun üstünə. Məncə qəşəng olacaq. Və qızlar, bu da hazır oldu. İndi sizə ən möhtəşəm halını göstərim. Baxın, bu anı çox xoşlayıram həqiqətən. Çünki çox rənglər bir-birinə qarışır. Ona görə çox gözəl görsənir. İndi bunu qarışdırıram. Qızlar, deməli dəhşət yorulmuşam. Buraların halına baxın bir dənə. İndi isə buraları yığışdırmaq lazımdır. Yəni, kaş ki, bütün işləri görəsən, amma yığışdırmaq olmuyor da. Tempoyla mən nəysə bir iş görəndə, yemək pişirəndə bütün hər tərəf bax belə bu gündə olur. Nəysə, mən gedirəm buraları yığışdırmağa artıq. Nəysə qızlar, təmiz halına baxın. Belə, baxın, aldı gül kimi. Yəni, mən iş görəndə artıq buna məncə öyrəşibsiz. Yəni, hər tərəf batır, qablar çox çıxır. Nəysə, onları da həll elədik. Artıq azan da verildi. Mən isə keçirəm iftar süfrəmizi hazırlamağa.
Bu arada qızlar, supum da bişdi. Gəlin sizə göstərim. Baxın, belə. Son halı belə oldu. Bir də ki, sobada ləvəngimiz də var. O da belə. Ay Allah, yenə telefon. Ha. O da belə. Qızarıb. Neyse qızlar, mən toyuğu falan belə bişirəndə, əgər evdə bişirirəmsə, təbii ki, salafanda bişirməyə çalışıram həmişə. Çünki belə soba batmasın deyə. Yağı olur, sonra quruyur. Onları sürtmək, yəni ekstra bir güc tələb edir. Yəni çox yorulmamaq üçün belə deyirəm həmişə. İftar süfrəmiz də belə. Allah tutan bütün oruçları qəbul eləsin inşallah. Qızlar, indi gəlin sizə fabrikdən olan sifarişimi göstərim. Baxın, burada belə vanna köpüyüdür. Bu mənimdir. Sonra isə burada belə Yasəmən ətridir. Yəni bunun həqiqətən Yasəmən ətrinin iyi gəlir. Mən bir dəfə bundan özümü almışdım, amma çox bəyənmişdi. Ona görə indi mamaya aldım. Bir də ki, bizdə mama da mən də Yasəmənini çox sevirik. Ona görə ona belə Yasəməni duş geli, bir də ki, Yasəmənli belə əl kremi. Əslində bunun saç misti də var idi, saç bədən misti. Amma ki, o təəssüf ki, stokda olmadığı üçün onu ala bilmədim. Bir də ki, belə tuş qoyublar mənə. Fabrikdə işləmirəm qızlar. Sadəcə olaraq bir tanışım var, ondan almışam. O da sağ olsun belə bir hədiyyə qoyub mənə. Vlogumu da artıq burada sonlandırıram. Əgər videolarımın davamını gəlməyini istəyirsinizsə, kanala abunə olun. Hələlik.